Aytac Bəybalayeva, mən xanəndəyəm və uşaqlıqdan bəri musiqiyə həvəsim var idi. Və təbii ki də valideynim görürdü ki, yəni oxuyuram, həqiqətən də əllərimi açırdım, oxuyurdum, ifa edirdim və anam məni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qoydu. Oranın məzunu olmuşam. Böyüdükcə, yaşa dolduqca, o vaxtlarda təbii ki mən balaca idim. Hardasa 3-cü sinifdə falan oxuyardım. Böyüdükcə də gördüm ki, həqiqətən də işin məsuliyyəti çox çətindir. Və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirdikdən sonra isə Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Mən orada Firuz Məmmədovun sinifində təhsil aldım. 1 il təhsil aldım orada. Daha sonra mən Vüqar Əliyevin sinifinə keçdim. Vüqar Əliyev də Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir. Və çox, necə deyim, çox sirləri öyrətdi mənə, çox ifa tərzini öyrətdi mənə. Özümlə fəxr edirəm. Və belə düşünürəm ki, bu mənim uğuruma əsaslanır. Çünki mən 9-cu televiziya muğam müsabiqəsinin qalibi oldum. Yəni, o müsabiqə ərəfələri o qədər çətindir ki. Çünki ilk öncə qarşında sənətkarlar əyləşib və onlar illərin sənətkarlarıdır. İlk çıxışımda mən Şüştər muğamı ifa etdim və Azərbaycan Respublikasının xalq artisti Səkinə xanım İsmailova mənim şüştərimi çox bəyəndi. Və mənə dedi ki, çox dəqiq ifa etdin şüştəri. Həqiqətən də həmən günü mən çox həyəcanlı idim. O anda Məlik xanım Əyyubova, xalq artisti mənə deyir ki, Aytac, tamaşaçı ilə ünsiyyəti yadından çıxartma, tamaşaçını heç vaxt unutma. Və təbii ki də mən o sözləri hamısını qəbul elədim. O çətinliklər də artıq geridə qaldı və müsabiqənin qalibi oldum. Özümlə qürur duyuram, həqiqətən də. Hər zaman hər bir çətinliyin öhdəsindən gəlməyə bacarmışam. Min şükür Tanrıya. Və hal-hazırda isə qarşınızda Aytac Bəybalayeva olaraq akustik verilişinin tamaşaçılarına gözəl ifalarımı səsləndirəcəm. Hal-hazırda mən Aman Təklik əlindən ifa edəcəm. Xalq mahnısıdır Aman Təklik əlindən. Mənim müsabiqədə ilk çıxışım Aman Təklik əlindən oldu. Çünki bizim birinci həftəmiz xalq mahnısı həftələri idi deyə. Ona görə də və mən bu mahnını seçdim. Əslində bu mahnında özümü tapıram. Niyə görə? Çünki mən tək böyümüşəm, anamla olmuşam, daha doğrusu tək olmuşuq, ikimiz bərabər olmuşuq. Və özümü tapıram o mahnıda, lirikadır və hər zaman iç dünyamı məhz lirikada tapıram. Və mahnını çox sevirəm. Aman Təklik əlindən xalq mahnısı ifa edəcəm və məni müşayiət edəcəklər. Tarda Mir Hüseyn Əsədullayev, kamançada Hikmət Abdullayev, nağarada isə Ruhullah Dadaşov. Getdin qamadan, qoymaz məni qamadan. Haray getdin qamadan, qoymaz məni qamadan. Gedirsə dərd qəm getsin, getməsin Aman təkli yarına
gedərəm bevəfa yar əlindən baş götürüb gedərəm mən bevəfa yar əlindən baş götürüb gedərəm bevəfa yar əlindən baş götürüb gedərəm mən bevəfa yar əlindən. Geceler göyde seni çok gezip aktardı yuxum. Geceler göyde seni çok gezip aktardı yuxum. Zulmetin bağrını aşkına yardı yuxum. Vardı günler ki günler ki görərdi xuda fəhmi səni. Necə xoşbəxt zamanlardı, necə xoşbəxt zamanlardı, hələ bayardı yuxum. Baş götürüb gedər götürüp gedərəm bevəfa yar əlindən baş götürüb gedərəm bevəfa yar əlindən baş götürüb gedərəm bevəfa yar əlindən. İkinci ifa edəcəyim mahnı isə İntizar mahnısıdır. Bu mahnı da mənim repertuarımda ən sevdiyim mahnılardan biridir. Musiqisi Nüşabə Muradova, sözləri Südabə Səfa. Mən vokal dərsini Yaqut Babayevanın sinifində idim və konsertmeysterim gətirdi elə notları. Müəlliməm dedi ki, sən bu mahnını ifa et. Səsinə çox gözəl düşəcək. O gündən etibarən bu mahnı mənim repertuarımda olan mahnılardan oldu. Bu ifamı mənim üçün müşahidə edəcək dəyərli konsertmeysterim Zərrin Muradova. Xoş dinləmələr sizə. Sensiz yollarda kalıp gözlerim, intizardayım yar gel gel. Ehdi unutma görüş yeridik, ilk bahardayım yar gel gel. Sensiz yollarda kalıp gözlerim, intizardayım yar gel.
baharım mənim, eşqində görmüşəm səadətimi. Məndən dönsənə yarayım günəşim sana, könül verdiyim oldu məhəbbətimi. Yorğun dəniz tək, nurlu gündüz tək, incə doyğumsan yar, gəl, gəl. Mənim həyatım, mənim ümidim, şirin yuxumsan yar, gəl. Yorğun dəniz tək, nurlu gündüz tək, incə doyğumsan yar, gəl, gəl. Mənim həyatım, mənim ümidim, şirin yuxumsan yar, gəl, gəl. Vəfadarım mənim, ilk baharım mənim, eşqində görmüşəm səadətimi. Məndən dönsənə yarayım günəşim sönar, könül verdim oldu məhəbbətimi. Könül verdim oldu məhəbbətimi. Növbəti ifa edəcəyim mahnı isə Getmə, getmə. Bu da çox sevdiyim mahnılardandır. Musiqisi Səid Rüstəmov, sözləri isə xalq bayatlarındır. Getmə, getmə, gəl, gözəl yar. Və bugün də Getmə, getməni ifa edəcəm. Ümid edirəm ki, bəyənəcək tamaşaçılar, əziz dinləyicilər və xoş dinləmələr hər birinizə. Gözlərin aldı məni, kəməndə saldı məni. Getmə, getmə, gəl, gözəl yar. Getmə, getmə, gəl. Aman dur, qoymayın, yar gözdən saldı məni. Getmə, getmə, gəl, gözəl yar. Getmə, getmə, gəl. Qurban axan gözünə, nazlı baxan gözünə yar.
yenə sürmə çəkmisən, eller yıxan gözünə yar, getmə, getmə, gəl. Yenə sürmə çəkmisən, evlər yıxan gözünə yar, getmə, getmə, gəl. Sonuncu ifa edəcəyim mahnı Həsrətindən, musiqisi Şəfiqə Axundova, sözləri isə Adil Babayev. Mən hər zaman qəmgin olanda, təbii ki, insanlar hər zaman xoşbəxt ola bilməzlər ki, qəmgin olanda, özümü yaxşı hiss etməyəndə, nələrsə yaxşı getməyəndə hər zaman bu mahnını özüm üçün oxuyuram. Mənə elə gəlir ki, məhz mən bu mahnıda özümü tapıram. Özün məndən niyə döndün, çevirsən məndən canan, məndən canan. Dağılmar gülüzarım, gülüzarım mənim. Həsrətindən yandım oda, gözlərinə canım fəda. Həsrətindən yandım oda, gözlərinə canım fəda. Üz çevirsən məndən canan, məndən canan. Dağılmar gülüzarım, gülüzarım mənim. Üz çevirsən məndən canan, məndən canan. Ay dağılmar gülüzarım, gülüzarım mənim. Gülüzarım mənim, gülüzarım mənim. Bugün sizinlə 9-cu televiziya muğam müsabiqəsinin qalibi Aytac Bəybalayeva idi. Ümid edirəm ki, ifalarımı bəyəndiniz. Növbəti görüşlərə dək. Hələlik.